Magazin Plus Evori İnşaat Materialları mağazasının xüsusi sponsorluğu, Tural Avtoservis 023-ün sponsorluğu, Saf Travel'ın sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin xüsusi sponsoru Evori İnşaat Tikinti Mağazalar Şəbəkəsi, verilişin sponsorları Tural Avtoservis 023 və Saf Travel. Show biznesin iki sevilən siması ailə həyatı qurdu. Toy məclisində baş verənlər, möhtəşəm görüntülər ekskluziv olaraq Magazin Plus'da. Müğənnilər Cəmil Əfəndi və Naza Veysəlova ailə həyatı qurdu. Şou əhlinin də dəvət aldığı məclisdə oxuyan kim, oynayan kim, xoş təəssüratlar, xoş arzular, mikrofonumuza danışan kim. Həqiqətən də bugün çox xoşbəxtəm. Bugünü biz çox gözləyirdik, illərcə gözləyirdik. Və mən ilk öncə Cəmilin ata-anasına, Yaşqəndə anıya, Aydın ataya göz aydınlığı verirəm. Cəmili təbrik edirəm, öz yarı ilə birgə. Xoşbəxt olsunlar, boşa qarısınlar, can deyib can eşitsinlər. Cəmil qardaşımız olduğu hər bir məclisdə, mühitdə öz ədəbi ilə, qabiliyyəti ilə seçilən oğlandır. Onun həyat yoldaşı da sənət adamıdır. Ən xoş arzuları və onu arzulayıram ki, həmişə bu cütlük sayılıb seçilən nümunəvi, istər ailədə, istər sənətdə, istər dostlarda, hər bir yerdə nümunəvi cütlüklərdən olsun, xoşbəxt olsun. Bir dilək dilərəm mən də Xudadan, versin taleyni sərgaradı. Allah xoşbəxt eləsin, yarayanlardan olsun, Cəmil gözəl qardaşdır, Allah onu var eləsin, inşallah övladları olsun, övladlarının toyuna gələk. O gün olsun, gələnlər bu vaxtı bir oğlu olsun, onun məclisinə yığışaq inşallah. Cəmil çox dəyərli, çox yaxşı oğlandır. Cəmil bəy bugün öz toyunun çəkilişini mənə həvalə elədi və belə bir qərara gəldik ki, mahnısı var, yeni mahnısı, ekskluziv elə bu toydan kadrlar götürək. Sözü musiqi sözünə aiddir və belə bir qərar gəldik ki, bunu çəkək, yayımlayaq, elə kliplə bərabər, elə bugüncə ekskluziv yayımlayaq klipini. Bugündən mənim cənnət mələyim sənsən, ətrini duyduğum çiçeğim sensen, sensiz bu dünyanın tadı olmaz ki. Göksümde döyünen yüreğim sensen, bugünden benim cennet meleğim sensen, etrini duyduğum çiçeğim sensen, sensiz bu dünyanın tadı olmaz ki. Göksümde döyünen yüreğim sensen. Özdə məxsus tərzi ilə seçilən Beka Collection-ın açılışı oldu. Dəblə geyinməyi sevən xanımlar, bura sizin üçün ideal seçimdir. Biz bir müddət idi ki, onlayn fəaliyyət göstərirdik və daha sonra
bunun yaxşı irəlilədiyinə şahid olduq. İstədik ki, mağaza açaq, kiçik bir, minnak bir mağaza açaq. problems are evaporating. Baby, I'm just guessing, but I've got a feeling. Qeyd etmək istəyirəm ki, biz onlaynda fəaliyyət göstəririk. Yəni hər hansısa bir geyimi, aksesuarları səhifəmizə daxil olaraq baxıb görə bilərsiniz və çatdırılmalarımız da mümkündür. And let's do tonight. Heç bir ailə dəstəyi olmadan öz ayaqlarımın üstə duraraq bunu bacarmışam. Mən əminəm ki, bütün qadınlar öz istəklərinə və arzularına çata bilərlər. Sadəcə olaraq bu yolda böyük əzmkarlıq və inamla irəliləmək lazımdır. And let's do tonight. Sifarişlərinizi onlayn qaydada da edə bilərsiniz. I might just fall in love. I know the DJ and I love this song. Maqazin Plus-da eksklüziv olaraq Elçin Cəfərovun danışdıqları, müsahibəsi və eləcə də konsertdən özəl görüntülər. O kadar sevmişem, farkı yok ki hardaya. Bir zamanlar Şipşiri ləqəbi ilə oxuduğu bütün mahnılarla ölkədə viral olan, bugün isə artıq o ləqəblə çağrılmağı bəyənməyən səhnə yaradıcılığının pik nöqtəsində bu işə fasilə verib yenidən geri dönən Elçin Cəfərov 29 may Heydər Əliyev sarayında onun sevənlərin qarşısına çıxıb ilk hesabat çıxışını edəcək. Mənim konsertim də 29 may. Nə deyim? Mahnılarımızı dinləyən adam, bizi sevən adam, bizi görmək istəyən adam inşallah gələcəklər. Belə deyim də, mən də yüksək enerji ilə hazırlaşmışam. Mahnılarımı çox gözəl şəkildə hazırlamışıq musiqiçilərimizlə bərabər. Bütün ölkə konsert günü ölkənin iki əsas ulduzu Aygün Kazımova və Röyanın saray səhnəsində onunla duet oxuyacaq müsalına baxdarsa da, sənətçi özü də bu salda məharətlə yayınıb hər kəsi maraqda saxlamağı üstün bildi. Duet ortağı olacaq, amma adını çəkə bilmərəm. Duet ortağı mütləq olacaq, amma adını çəkə bilmərəm. Şipşirindəyə çağırılıb bu ləqəbin ona uğur gətirməsi reallıq olsa da, artıq sənətçiyə belə müraciət olunanda sən demə onda əsəb və qıcıq yaranırmış. O Şipşirin deyənlərdən mən həmişə belə dalaşmaqda olmuşam da, savaşda olmuşam. Niyə? Çünki adam böyüyür, müəyyən yaşına gəlib çatır və o yaşda sənə Şipşirin, elə bir ki, sanki ay Allah Şipşirin belə düz gəlmir də bu saqqallığında. Əslində məni qıcıqlandıran bilirsiniz nə idi? Aparıcıların düzgün təqdim etməməsi. Yəni Şipşirin deyə bilərdilər, Elçin Şipşirin deyə bilərdilər, amma o qədər ki onu abartdılar, belə bal kimi, nə bilim, Şipşirin, çox şirtlər də, o iyrəndirdi biraz məni, yəni. Ona görə də acığıma gəlirdi. Amma gördüm ki, bu mümkünsüzdür. Yəni, kim nə demək istəyir qoy desin. Yəqin ki, nəsə tapıblar da, deyirlər. Mənim ürəklərim, Mələk xanım Eyübova və belə deyim də, əmim, böyüyüm, həqiqətən mənim yanımda olan uşaq vaxtından Ağaddaş Ağayev olacaq. Elçindən həmkarlarına və komandasına ultimatumlu mesaj. Əvvəldən demişəm ki, mənə icazə verin, öz işimlə məşğul olun, öz sənətimlə məşğul olun. O kimlər ki gələcək, kimlər necə yerləşdirirsiniz, məni bu problemlərlə üzləşdirməyə xahiş edirəm. Hətta yəni öz ailəm belə ilk bilet alıb gələnlər öz ailəmdir.
öz ailəm. Yəni onlar bilet alıblar, öz dostlarımdır. Yəni mənə demədən bilet alıb gəliblər. Əslində bu hallar məni çox sevindirir. Adamın öz yaxınları belə bir hərəkət edəndə insan sevinir də, görürsən ki, dəstəyim var. Ona görə də bu əgər onlara bilet vermədimsə heç kim məndən inciməsin. Və nəhayət 29 may Heydər Əliyev Sarayının səhnəsi romantik mahnıların ifaçısı olan sevilən və karizmatik Elçin Cəfərovu və onu sevənləri gözləyir. Bir sağa baxdım, bir də sola, gətirmək olmur qəlbi yola, sevgili yarım ayrı diyarda. Magazin Plus'tan yeni haber var. Mağazin Plus'da hər birinizi xoş gördük. Bugün də çox dəyərli əziz bir qonağımız var. Avtomobillərdən danışacağıq. Avtomobilləri almaq, satmaq, yoxlamaq və yaxud avtomobilimiz niyə belə tez motor dağılır və digər problemlər. Bəli, bunları müzakirə edəcəyik. Mənim qonağım Tural Avtoservis 023-ün rəhbəri, eləcə də avtomobillər üzrə mütəxəssis, işinin peşəkarı Tural bəydir. Tural bəy, xoş gördük bir daha sizi. Salam, xoş gördük. Təşəkkür edirik. Onu da qeyd edeyim ki, keçən efirdən bu efirə kimi inanın ki, ARB televiziyasına zənglər dayanmır. Maşın ustası kimi, maşın eksperti kimi, avtomobillərdən gözəl başı çıxan bir mütəxəssis kimi sizə en qədər suallar ünvanlanıb və hər bir sualın altından yazılır ki, mütləq Tural ustaya bunu ünvanlayın, qoy cavab versin. Suallarımız çoxdur. İstəyirəm elə ilk sualdan başlayaq. Dizel avtomobillərindən danışacaq. Dizel avtomobillərinin niyə motoru daha tez sıradan çıxır? Dizel avtomobillərin daha tez motorunun sıradan çıxma səbəbi ilk növbədə olaraq keyfiyyətsiz yanacaq, keyfiyyətsiz yağdır. Və avtomobil sahiblərinin elə başa düşürlər ki, dizellər daha dözümlüdür. Ona görə də onlara vaxtında kilometrajə əsasən olaraq xidmət göstərmədiyinə görə sıradan çıxır. Ümumiyyətlə, dizel maşınlarında bəzən deyirlər ki, dizelə digər qatqılar qatmaq olar və bu zaman maşının mühərriki daha çoxmu sürülür, yəni daha yaxşı davamlı olur. Köhnə nəsil olan dizel avtomobillərində, bəli, avtomobilin yanacağına hardasa bir neçə litr yanacaq vardısa, ona bir az miqdarda benzin əlavə edirdilər. Amma güya ki, nasosu təmizləmək üçün, daha keyfiyyətli işləməsi üçün farsunkalara xeyir edir, belə bir yanaşma ilə bağlı olaraq. Amma yeni nəsil olan avtomobillərdə qətiyyən olmaz. Artıq onlar farsunkaları və turbo sistemini sıradan çıxartmış ola bilər. Yeni nəsil dizel avtomobil deyəndə təxmini hansı illərdən sonra olan avtomobillər nəzərdə tutulur? 2015-2018-dən yuxarı 2026-cı ilə qədər, 2020-dən yuxarı daha da desək. Artıq yeni nəsil avtomobil sayılır. Dizelə benzin vurmaq olar? Olmaz. Olmaz. Xeyr. Qəti olmaz. Qəti olmaz. Amma bunu sınayanlar var. Sınayanlar var, köhnə nəsildə sınayanlar olurdu. Yeni nəsilə ümumiyyətcə icazə yoxdur, vermək olmaz. Ümumiyyətlə, siz dizel avtomobillərə sadəcə onları imtina edirsiniz, onları heç qəbul eləmək istəmirsiniz. Ona görə ki, düşünürsünüz ki, dizel avtomobilləri daha tez sıradan çıxır. Bəzi sürücülərimiz var. Bizim cəmiyyətdə bugünkü gündə elə zənn olunur ki, dizel avtomobillər benzin avtomobillərdən daha güclüdür, daha dözümlüdür. O nöqtəyə nəzərlə olaraq onları necə deyim də belə, yəni ayda ildə bir dəfə kapotunu açıb baxmaram, amma dizel avtomobillər benzin avtomobillərdən daha həssasdır. Ona görə onlar daha çox diqqət, qayğı və vaxtında xidmət tələb edir. Yəni ilkin əlaməti olaraq elə biz belə deyək ki, daha çox gözlə görünən qara tüstü. Qara tüstü, gec işə düşmə, səhərlər ən çox bu müşahidə olunur. Maşının getməsində, çəkməsində, bir də yanacaq sərfiyyatının artmasında. Yəni artıq bu ilk siqnaldır ki, sizə müraciət olunsun. İlk siqnaldır, bəli. Dizel avtomobillərinin qışda donma problemlərini biz yaşayırıq, görürük. Yəni hər kəs bunu dizel mühərrikindən istifadə edənlər görür. Yəni bunun üçün xüsusi bir üsul varmı? Xüsusi üsul ümumiyyətlə fərqi yoxdur. Dizel və benzin mühərrikli avtomobillərdə olaraq onların soyuducu mayeləri düzgün seçilməlidir. Qışa hazırlıq. Bəli. Və avtomobillər, belə sizə deyim ki, il ərzində 2 fəsildən ibarətdir. Qış və yaya hazırlıq olur. Biz avtomobili alırıq, elə bilirik ki, buna 5 il, misal üçün, zavod deyirsə ki, qarantisi var, mən 5 il bunu sürəcəm, heç etməyəcəm, xeyr. Dizel avtomobillərində alıcıların etdiyi ən böyük səhv? Avtomobil alanda udurlar. Belə bir misal var, el arasında, satanda deyil. Hər bir müştəriyə mən sürücülərə buradan tövsiyə edirəm ki, mütləq siz avtomobil alanda ekspertiziyaya aparmalısınız maşını, rəsmi olan servizlərə yaxınlaşmalısınız. Halbuki elə bir servizlər olsun ki, onlar sizə texniki baxış üçün avtomobilin ümumi KT,
yəni müayinə etmək üçün sizə təsdiq edəcək bir sənədlər, kağızlar versin və dəqiq diaqnoz qoyulsun ki, avtomobildə bu problemlər var, yoxsa yoxdur. Dizel avtomobillərində ən çox yürüşü geri çəkmək dizel avtomobillərində müşahidə olunur. Bu doğrudan belədirmi? Bəli, benzin avtomobillərdə baxanda dizel avtomobillərdə ən çox müşahidə olunur. 250 min, 200 min şahid olduğumuz avtomobillər olub. Ən çox Koreya avtomobilləri var ki, Azərbaycan bazarına gətirilir və gələndən sonra burada aparırlar, yoxlanır. Siz bizim servisə yaxınlaşırlar, onun da yoxlamaq olur. Sadəcə filtrdən olur, ABS-dən olur. Sırf onun avtodiaqnostika vasitəsilə aşkarlamaq mümkündür. Ehtiyat hissələri ustalarda, eləcə də müəyyən mərkəzlərdə, avtosalonlarda çox azdır. Məsələn, müəyyən dükanlar var ki, onlar distributorda götürüb gətirirlər. Yəni, həqiqətən də çox böyük bir problemlərlə, yəni alıcılar, ehtiyat hissələrin alıcılar çox böyük problemlərlə üzləşirlər. Bu nə ilə bağlıdır? Daha çox ikinci əl ehtiyat hissələri istifadə edir. İkinci əl ehtiyat hissələri, ümumiyyətlə deyirəm ki, sizə elektron da ikinci əl ehtiyat hissələrinə də tam zəmanət verilməlidir. Bu mütləqdir. Alıcı baxımından siz ondan zəmanətin tələb eləməlisiniz. Yeni olan nəsil avtomobillər var ki, dizel, benzin, hibrid fərq eləmir. Bu avtomobillərdə olacaq elektronika, alınacaq detallar indiki servislərimizə və ustalara bəlli olmadığına görə detalın satılma qaydası bu dəqiqə Azərbaycan bazarında bundan ibarətdir ki, qoydun üstünə işlədi sənindir, işləmədi mənimdir. Ona zəmanət verən yoxdur. Amma deməli, ehtiyat hissələrinə Azərbaycanda zəmanət verilmir. Elektron. Bəli, ehtiyat hissələrinə zəmanət verilmir. Bu günləri bir deyim var ki, Çin avtomobili almaq istəyirəm, komfortdur, gözəldir, rahatdır, amma çox narahatam. Görəsən, xarab olsa ehtiyat hissəsini tapa biləcəyəmmi? Çin bazarının özündən Azərbaycana ehtiyat hissələrinin daşınmasını həyata keçirdirik. Və bugünkü gündə Çin avtomobillərinin elektron və mexaniki şəklində olaraq 2025-ci ilə qədər hər hansı bir problem yaranırsa, artıq Azərbaycan bazarında onu tapmaq mümkündür. Tam rahat şəkildə öz siniflərinin arasında ekonom, komfortlu baxımda bu avtomobilləri alıb sürməyi hər bir kəsə tövsiyə görürəm. Tural bəy, son zamanlar böyük bir hadisə yaşadınız. Haqlı olduğunuz yerdə haqsız duruma düşdünüz. O prosesi qısaca şərh edəsiniz. Bizim servisimizə bir müştəri yaxınlaşdır ki, Amerikanka bir avtomobillə bağlı olaraq yaxınlaşdı ki, mən maşın almışam, maşın yoxlatdırmağa gəlmişəm. Biz texniki avtomobili yoxladığımız halda məlum məsələ oldu ki, avtomobildə texniki problemlər çoxdur və avtomobilin 1000 manatdan yuxarı 2000 manata qədər xərci var. Və avtomobil sahibinə dedim ki, maşının bu qədər xərci var. Avtomobil sahibi elə bir şoka düşdü sanki. Dedi ki, mən bu maşını dünən almışam, ikinci gündür bu gün almışam və avtomobil sahibi deyib ki, mənə bu maşında heç bir problem yoxdur, mən buna başımdan cavab deyəm. Harda ürəyin istəyir, yoxlatdır. Və mən yığıram, həqiqətən də yanımda yığır, avtomobil sahibinə düşə bilmir. Buna zənginə cavab vermir falan. Bu da indi Allahı bilər, özü bilər, deyir, mənə hətta blokad atıb. Belə bir anlaşılmamazlıq var bu iki insanın arasında. Mən də dedim ki, mənim işimin adı budur, maşında yaranan texniki səbəbdən mən gəl bunu görsədim və maşında nə problem yaranıb, aydınlıq gətirək. Maşını xırdalandan alıblar, bizim servizə alandan sonra gətiriblər. Mən usta olaraq maşınımıza, servisimizə baxıb. Amma yoxlanılıb mı xırdalanan maşın həmin avtoservizdən alınan? Aparıb yoxlanılıb. Hələ bu maşın yoxlanılıb. Hələ yoxlanılıb. Orada sahibkar özü olub mu satan? Satan adam orada olub, deyib ki, maşında nə problem olacaqsa başımdan buna cavab deyim, sür geçsin. Bu da qarşı tərəfin xətrinə dəyib, nömrə ilə falan düşdüyünə görə bizi şikayət eləmişdi bir saytların birindən və gəldi bizim də gələn jurnalistlə, elə həmkarıq da aramızda mübahisələr yarandı və bizi paylaşdılar. Sosial mediada bir neçə yerdə paylaşdılar və cəmiyyətə səhv bir məlumat verdi. Hamı elə bilib ki, maşını mən satmışam, bizdə yalnız xidmət olub, xidmət var yəni, mən maşın alıb satan deyiləm. Hamı elə başa düşdü ki, güya ki, bizlə qardaşın arasında problemim, amma mənim maşının əvvəlki sahibi ilə aramızda olacaq narazılıq, mənim deməyim olub ki, o baş çıxsın ortaya. Bəzi tənqid və təhqirlərə orada məruz qaldıq, belə deyim, amma heç bir halda bizim orada bir məsuliyyətimiz olmadığı halda və yəni də mən bu yolumdan dönəsi deyiləm. Maşın kim alarsa, kim satırsa, mən nə görürəmsə onu birinci vicdan borcum, ikinci də usta borcumdur ki, gördüyümü demək. Çox sağ olun, gəldiniz, dəyərli vaxtınızı bizə ayırdınız. Onu da qeyd edeyim ki, Mağazin Plusun bugünkü qonağı Tural Avtoservis 023-ün rəhbəri, eləcə də avtomobillər üzrə ekspert, peşəkar usta və peşəkar ekspertimiz Tural bəydir. Tural bəy, təşəkkür edirəm. Görüşərik inşallah. Bu cür şeyləri işıqlandırırsınız. Sənət yolunda böyrəyini itirdi. Sənətə görə ailəsi dağıldı. Doğum gününü isə hələ də bu gün də qeyd edə bilməyən xalq artisti kimdir? Biləcəksiniz. Ki, qızı musiqidən uzaq dursun. Elə adam var ki,
olur, hə? Yağış yağacaq, tükü də tərpənmir. Amma elə adamlar var ki, ürəyi tutulur, nə var göydə, bulut gəlib, bu saat yağış yağacaq. Adamlar müxtəlifdirlər, xasiyyətlər müxtəlif, münasibətlər də müxtəlif. Yaşamaq üçün mən elə gəlir ki, bir qədər bu hissiyatlardan uzaq olmaq lazımdır. Bir dəfə isə Şəfiqənin musiqiyə olan həvəsinin onun konservatoriyaya qədər apardığını eşidəndə qarlı şaxtalı qış axşamı qızını evə buraxmır. Həmin gecəni soyuqda keçirən Şəfiqə ağır soyuq dəymə nəticəsində xəstələnir və böyrəkləri ciddi zədələnir. Mən ki səni sevmişəm əzəl, könlümün sirdaşısan sən. Ki səni sevmişəm əzəl, könlümün sirdaşısan sən. Sonralar məşhur cərrah akademik Cavadzadə onun bir böyrəyini əməliyyatla çıxardır, digər böyrəyini isə xilas edir. Lakin atasının bütün bu sərtliyi gənc Şəfiqəni yolundan döndərə bilmir. Nəhayət, Qulam kişi qızının fitri istedadını və iradəsini görərək onun musiqi seçiminə razılaşmaq məcburiyyətində qalır. Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alarkən Üzeyir Hacıbəylinin tələbəsi olub. Üzeyir bəy istedadlı gənclərə xüsusi diqqət yetirən bir pedaqoq idi və Şəfiqəyə də böyük dəstək göstərib. Bəstəkar bir xatirəsində danışır ki, müharibə illərində dərsə solğun sima ilə gələndə Üzeyir bəy onun halını görüb narahat olmuşdu. O Şəfiqəyə qalx ayağa, sənin rəngin niyə belədir deyə soruşur. Utancaq qız isə heç elə belə cavabını verəndə Üzeyir bəy onu yanına çağırıb çantasından bir parça çörək çıxarır. Çörəyin üst qabığını kəsib Şəfiqəyə uzadaraq deyir: "Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye." Gənc Şəfiqə ustadının ona çörək verdiyini görəndə çox utanır. Lakin Üzeyir bəyin bu qayğıkeş hərəkəti ömür boyu yaddaşında qalır. Bütün həyatımı, gözəlliyimi, cavanlığımı mən bax bu sənətə həsr eləmişəm. Həm də əziz oğluma həsr eləmişəm. Son illərində Şəfiqə Axundova ağır ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. Xüsusən oğlu Talehin ölümündən sonra səhhəti daha da pisləşmiş və həyatının son aylarını xəstəxanada keçirməli olmuşdu. Buna baxmayaraq o yaşamağa ümidini itirmirdi. Şirinsən. Kim səndən doydu getdi? Gedənlər öz qəlbini dünyada qoydu getdi. Səndən doymaq olarmı? Səndən doymaq olar. Həyat qışın da şirin. Həyat yazın da şirin. Doymaq olarmı? Səndən doymaq olarmı? Maqazin Plusun çəkilişində göstərdiyi dəstəyə görə Hollywood restoranına dərin təşəkkürümüzü bildiririk. Hollywood restoranı həqiqətən də ulduzlara yaraşan, möhtəşəm, dəbdəbəli və ziyafəti ilə sevilən, seçilən məkanlardan biridir. Siz də özünüzü ulduz kimi hiss etmək istəyirsinizsə, Hollywood restoranına gəlin. Özəl günlərinizi, xoş günlərinizi məhz Hollywoodda keçirin. Maqazin Plus, Evoriya İnşaat Materialları mağazasının xüsusi sponsorluğu, Tural Avtoservis 023-ün sponsorluğu, eləcə də Saf Travel'ın sponsorluğu ilə sona çatdı.
Verilişin xüsusi sponsoru Evoria İnşaat Tikinti Mağazalar şəbəkəsi, verilişin sponsorları Tural Avtoservis 023 və Saf Travel.